Bəli uşaqlar. Hesab fakturamız. Yəni invoice'umuz. Fərqli növ invoice'lar var. Sənədlər hər formada ola bilər. Amma invoice-da əks olunmalı məlumatlar hamısında standartdır və eynidir. Biz bayaqçı şirkətlərdən biri olan fərdi sahibkar var idi, hansı ki göstərdiyimiz elektron qaymədə. Onun invoice-una baxa bilərik, hesab fakturasına. Hesab fakturada fərdi sahibkarın adı, yəni sənəd kimə məxsusdur, o qeyd olunur və həmin şəxsin vöyünü mütləq qeyd olunmalıdır. Sənədin adı qeyd olunmalıdır. Sənədin hansı müəssisəyə göndərildiyi qeyd olunmalıdır. Müəssisənin yerləşdiyi ölkə və yaxud da ki, onun vöyünü də əks olunmalıdır. Yəni, sənədi kimə göndərir? Getdim sağ tərəfinə, sənədin ən azından seriyası, nömrəsi və tarixinin olması lazım. Müəyyən bir tarixi əhatə etməlidir. Yəni, dövr olaraq yox. Bu tarixə, bu günə aiddir. Sabah yazmışam, o birisi gün göndərmişəm. Göndərdiyim tarixə aid olması lazımdır. Seriyası və nömrəsi olmalıdır. Seriyası olmasa da ola bilir. Amma nömrə mütləqdir. Ki, hesab faktura nömrələnən bir sənədləşmə növüdür. Hər ilin sonunda nə qədər göndərmisənsə, həmin tarixlə qalır. Növbəti ilin əvvəlindən təzədən birdən başlayaraq sıfırlanmış olaraq davam edir. Növbəti il dediyim burada ardıcıl 12 ay deyil. Maliyyə ilindən gedir söhbət. Yanvarın 1-i, dekabrın 31-dən gedir söhbət. Üst hissəmi seç. Gəlirik, nə var burada? Görülmüş işin məzmunu ilə bağlı. Nə qeyd olunubdur? Məzmuna baxın. Yazıb ki, 18 sentyabr 2025-ci il tarixli bu nömrəli müqavilə və bu nömrəli qiymətlərin razılaşma protokolu və 2 nömrəli təxsil aktına əsasən hazırlanıb bu hesab faktura. Hansı ki, bu sənədlər artıq bitib, məbləği qeyd olunubdur ki, nə qədərdir məbləği, enirəm aşağı, əlavə dəyər vergisinə cəlb edən şirkətsənsə, ƏDV-yə cəlb edirsən, deyilsənsə, bu hissəni sıfırlayacaqsan. Yəni, bunu 0% edəcəksən. Yəni, burada göstərdiyin rəqəm altda eyni olacaq. Əlavə dəyər vergisinə rejimində olan şirkətsənsə, ƏDV-sini göstərəcəksən. Və pulu nə qədər rəqəm var yekunda ƏDV daxil olaraq? 53.029 manat 20 qəpik, 53.029 manat 20 qəpik. Bu, avtomatik düşən bir şeydir. Yəni, bunu əllə yazmaq hər zaman texniki xətalara səbəb olur. Yəni, bu bizim hazırladığımız köhnə sənədlərdir. Belə deyək də, sənədin öz forması. Həmin zaman elektron əməliyyatlar olmadığına görə biz əllə yazırdıq. Xəta da olanda sənəd geri qayıtdığı üçün biz özümüz belə bir alternativ axtarıb tapmışdıq. Və ən əsas, pulun hansı hesaba gəlməsini istəyirəmsə, həmin hesabımın rekvizitləri. Baxın, görürsünüz, alt hissədə ancaq bankın rekvizitləri mövcuddur. Və bir dənə burada nə var? Sətr olaraq işarələyirəm. Mənim şirkətimin rekviziti mövcuddur. Yəni, hesablaşma hesabım, dünənlər izah etdiyim. Hesablaşma hesabım burada. Başqa nə lazım idi mənim üçün? Vöyün lazım idi. Vöyünüm də burada. Artıq bu gəldi sizin şirkətə. Hara göndərmişəm bunu? Prakona göndərmişəm. Prakonun mühasibi bunun əsasında mənim pulumu ödəyə bilir. Və baxır hesab fakturaya, görür ki, nələrə əsaslanıb. Əsaslandığı şeyə əsasən açıq baxır sənədlərə yerindədirsə, o sənədlərdə qəbul etdiyinə görə ödəməmi edir mənim. Bu fakturanın əsasında. İnşallah siz bunu necə qeyd edəcəksiniz, necə yazacaqsınız? Gəlirəm bura, sizə başqa bir şey göstərim. Bu sizin həm hesab faktura göndərmə yeriniz, həm debitorların siyahısını aparmaq üçün vacib hissələrinizdən biridir. Avtonomlaşdırılmış bir şeydir. Deyək ki, 1 yanvar tarixli, 2020-ci il tarixli bu nömrəli müqaviləyə əsasən fərq etməz. Şərtlər ASC-yə göndərmirsən. Bu tarixdə hesab fakturanın nömrəsi bu olubdur, dəyəri bu olub, ƏDV-si bu, cəmi də bu olub. İndi gəlirəm bu informasiyaları dəyişəm. Misal üçün, sizin birinci satışınız kimi olmuşdur? Yəni ki, sənədləriniz var da, əlinizdə müqavilə, protokol, akt varmı? Başlayıram qeyd eləməyə. Baxın, bu ilk səhifələri heç, gəlirəm burada. Dünənin tarixini hazırlamışdıq da biz. Nə deyək buna? 29.
aprel 2026-cı il tarixli il tarixli bu nömrəli sizin nömrədə nə idi? MA-ydı da səhv eləmirəmsə, hə? MA 2026 belə idi, hə? Düz xatırlayıram. 04 bəli 04 C 001 belə bir şeydi səhv eləmirəmsə mexanizma. Nömrəli müqaviləyə və yenə bu tarixli kopyalayaq. Protokolun tarixini dəyişmişdi. Varsa siz onu seçərsiniz də mən də bilmirəm nədir. Bu tarixli bir nömrəli qiymətlərin razılaşma protokola və 2 nömrəli təhvil təslim aktına əsasən. Sizdə 2 idi, 1 idi, yanımda eləyək 1. Əsasən siz fakturanı deyək ki, Xəzərin birinci satacağı yer kimi idi? Və yaxud da ki, Xəzərə kim mal satmışdı? Onun əvəzinə sənəd düzəltsiniz deyək ki. Hə, ABC idi, ABC MMC idi, hə? ABC MMC. ABC MMC-nin göndərdiyi əslində burada gəlin belə deyək də sizin göndərdiklərinizi qeyd eləyək. Şərtlərə baxın, orada məsəl üçün siz kimə göndərsiniz ki, qarşı tərəfin sənədini hazırlamaq sizin fikrinizi çaşdıraq. Sizə təzə başlayırsınız da. Gəlin deyək ki, siz kimə satmışsınız? Baku Steel kompaniyaya satmışsınız. Baku Steel satmışsınız. Nə vaxtsa pulu istəyirsiniz. Mayın 14-ü 04 bir dəqiqə. Mən niyə belirlədim ki? 05-04 tarixi. Hesab fakturanızın nömrəsi neçə olsun? Deyək ki, 14 olsun. Dəyəri 2678 manat. Uydururam rəqəmləri, yəni heç birisi şey deyil. Ədəbi məbləği avtomatik çıxdı və cəmi ədəbi məbləği də çıxdı və buradan da qeydini yaza bilərsən. Qeyd bölümünü istədiyin qədər uzada bilərsən, yəni əməliyyat üçün. Əməliyyatla bağlı. İndi xatırında bir şey yoxdur, amma işdə, hadisə, situasiyada sən o çıxacaq. Kimin dediyinə əsasən və yaxud da danışdın, bu qaymənin pulunu verir, vermir. Hə, bu elektron şeyin, ya da onun hesab fakturanın. İndi gəlirəm invoice bölümünə. Baxın, yazdıqların hamısı buradadır. Əsaslandığım da buradadır, rəqəm də buradadır. 3160 manat 04 qəpik o da buradadır. Bəli. İndi deyək ki, bunu kopyalayıram. Yenisini yazacağım həmin şirkətə, düzdür. Kopyalayıram. Bax, əsas məsələ budur. Bunu dəyişib eləyirəm 4. Buradakı məlumat qalır. Daha doğrusu buradakı məlumat qalmağı doğru olar. Baku Steel kompaniya artıq 24-də göndərdiyi və 55 nömrəli fakturadır. Dəyəri də 50.500 manat eləsin. Buradakı tarix sənədi Bu hesab fakturanın tarixidir. Yoxsa o mənə nə vaxt pulu qaytarır? Onun səninlə? Yox. O bank hesabı, ödəmə tapşırır. Ona adiyyətimiz yox. Və gəlirəm, artıq burada həmin sənəd yoxdur. Bu hissə var ya, A2 olan bölüm. Oradan 2-ni eləyirəm 4. Çünki o bir tərəfə 4 yazmışdı, bax. Enter. Ayın 24-ü tarixində yenə həmin şirkətə 50.500 manatlıq onun əsaslandığı sənədlər əsasında, bəli, əsasında bu qədər hazırdır. Bir yana eləyəcəksən, Ctrl-P sənədin hazırdır. Çap, göndərdin, getdi. Yəni, cari sənəddir, Maliyyə Nazirliyi tərəfindən də qəbul olunmuş sənəddir. Yəni, işdə də köməyinizə çatacaq. Bu da hesab fakturamızdır. Yazma səbəbimiz pulu istəməmizdir. Bizim müqaviləmizdə olan bank rekvizitləri ilə buradakılar fərqli ola bilər yəni. Mənim şirkət olaraq Azərbaycanın bir çox bankında hesabım ola bilər və bir bankda fərqli hesablarım da ola bilər. Hansına pulun gəlməyini istəyirəmsə onu qeyd edirəm hesab fakturaya. Standart bütün şirkətlərdə şablon yeni form. Yox, deyil. Amma üstündə yazılanlar yeni formadadır. Yəni biz burada Yaxın uşaqlar, baxın, bircə dəqiqə üzr istəyirəm.
Gəlin söhbəti yerində həll edək. Yəni fikirdə sual qalmasın. Yazıram hesab faktura. Burada şəkillər. Nə qədər formada desəm var. Bax, Azpetrolun hesab fakturası bu formadadır. Sonra kimlərinki var? Bu formada var. Biz orada invoice edəmimiz düzəlişlər, banki hesab fakturaları çıxır. Yox. Belki Yo. Bu fikrin qarışmasın. Bax elə bu invoice, hesab fakturanın özü budur. Bu onun əsasını təşkil edən yerdir. Buna əsas adını mən qoymuşam. Ad qoymanı mən eləmişəm. Ora nöqtə də qoya bilərsən. Məlumat da yaza bilərsən ora. Amma sənəd sənədə ya ingilis dilində invoice deməlisən, ya da ki hesab faktura deməlisən. yani ben demek istediğim kendimiz burada olan düzelişleri ne değişikliğiyse otomatik olarak invoice'den ister. Bəli. Sizin olanlardaki işlerilen şirketler olmaz. Bunlar soyulur. Ha, Ve orada biz mübellemeler, yanlar, sunumları. mütləq. Yani olan öz şirkette benim bize böyle yapalım. Onu olarak tatbik edilmek imkanımız var mı? Əlbəttə. Sənə minnətdar olarlar. Yəni də. Bəli. Rahat. Hesab fakturamız da bura qədər.